Hal-hazırda biz Ala kəndə getmək üçün konkret yollar, zəhmətkeşli yollar Sabaşka'da üzümüzə gəlib. Ay bala. Maşın da istirahat eləsin. Maşın da istirahat eləsin. Yavaş yavaş içeri giririk. Deməli, dəniz səviyyəsindən 3000 hündürlükdəyik və çoban evimizdəyik. Bizim bu çoban evimizdir. Hal-hazırda evimizin hazırlanır, içine çəkəcəm. Babanın içindəyik. Biz hal-hazırda çoban evindəyik. Bu Urfan da ayaqqabıları ilə gəzir. Bu Sevə xanımdır. Bu bizim çoban evimizdir. İndi mən birazdan işıq yandırıram. Görərsiniz, çox qəşəng evdir. Çoban evləridir indi. İşığım var. Gözlərim işığım vardır. İşığım indi biraz çox dərində ola bilər. Ama işığı da sizin için çəkəcəm. Hal-hazırda qəşəng süfrəmizi düzəltmişik. Odun peçimiz. Biz de düşürük. Fərdə xanım. Bu da işığımız. Hazırlayıram gece yatmaq. Bu da qəşəng görünür. Ürəyim gök edir. Baba toçunu mən elə yapdım. Elə, ben de tuttuk. Baktım da nihayet zorlanıram ben. Sen de ben... Dağdan imiş ha. Bu cür gözəl mənzərədə oturub yatıblar bilər. Pencere açıqdı ayol. Yok, oksijen. Elman dayına gəlmişik. İnək sağmağa. İnəklər sağ olsun. Bizi tanımırlar. Elman dayı biraz sevgi verin də. Biraz humarlıyın da humarlıyın. Öyrədirəm də. Yəni bu insanlara azı göz iynə sağmağı da öyrəndirəm. Hər bir təlim keçirəm də. Dəniz səviyyəsindən 2045'dir. 2045 dedilər də, ha? Dəniz səviyyəsində hündürlüyü. Və iynə sağırıq. Özümüz üçün qəşəng səhər yeməyi hazırlayırıq. Hazırlayırıq derken kadınlar yatır, kişiler pişiriyor. Ya biz ümumi deyirik. Mən evin qaynasıyam, yaylıq mısadında bağlanmışam, oturmuşam. Ana karışka. Hə, böyük, balaca uşaqlarım işləyir mənim üçün, sağ olsun da. Tam benim. Yaş eskiyle orasıyla. Yok. Özler de dediler ki ağzı bura koyabilirsin, buradan o tarafa koyalım. Ayakkabını dediler burada soralım. Ama biz yine ona bakmayarak orada. Pekili. Hulu dolması. Neyse tabağında. Mən həmişə kimi gəzirəm, amma bunlar həmişəki kimi yemək yeməklə məşğuldurlar. Baxın, yemək üstə dava edirlər. Yerden sattık. Bu cür yemeğin üstünde kim dava eylemez. Biz bize ne yerden sattık? Yofa, Rusya'da bir söz, Yofa, bir Rus. Birine ne böyle yiyeyim. Ay Yofa, bir şey söyle Rus dilində. Bana bir şey söyle. Acı biber var. Sonra patlarım. İşiyorlar. Yişo yida. İşo. Çox qəşəng Rus dilini bildir. Очень красиво. Budur. Baba. Oyda o dikti ki kokmak. Sizler için çekilir. Çalışın Azerbaycan'ı gezesiniz. Haricde de Yok görmeyeceğim aslında. Bu açıkını değiştir.
başımıza gəlməyə qalmadı. Təkərdə oturmuşuq və nə edirik? Təkərimizi təmir elətdiririk. Tekerde oturup tekerimizi tamir elədik. Ufu demişəm, maşını çalsın Ufu. Hana get Ufu. Var 16'lık sizde. Demin 16 var. 16 da desem de. Kənd əhalisi Qız Qalası getməyib və biz onları Qız Qalası aparırıq. Görün necə biz yaxşı turistlərik. Və halbuki bu kənddə çox adam bizim gəlməyimizi istəmirdi. Biz isə nə edirik? Kənd əhalisi gəzməyə aparırıq. Kent ahalisi. Bəli, bəli. Bildiğimiz Kaçeli'deyiz. Tuzlu gedirik. Dara dara dara. Seva uçur bayaqdan. Vay 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 vay. Göt baş. Vay. Görün maşın necə gedir. Çox diç qalır, çox. Aşağıdan gelmişim. Çətin yollardı. Oy! Dərəyə bax, buradan yıxılsam meydini tapanməzlər. İt sürümü ilə gəlib çıxmışıq. Çox əziyyət, çox çətin. İndi mənzərədə orada qalağa biraz da duman çəkiləcək. Qalanı da sizə çəkəcəm. Nerede? Onun netsi alır. Johnston sporu neti yok o tarafta. Diğer 5 manat arasında. Qız Qalası, mağara. Bu da kənd əhalisi. Bir de ya bu probnuydu. Yar yarı görmese rengi ha so. Götürür bu notayla. Ha so. 1 2 3 açın. Dağların başı kışta kar olur. Kimi? Çox əziyyətdən gəldi. İş başda. Hə? Yox, de orada dayanın. Çox əziyyətdən gəlmişik. Həm fiziki, həm mənəvi, həm morali, çox. Amma çox möhtəşəmdir. De o tarafa. Oradan kendin panoraması açar. Get də deyir. Heç olmaz. O isə deyir ki, mənzərə oradan yoxdur. Gedək Seymour. Şurada tarasmıyor. Gedək. Hal-hazırda Qız Qalasına çıxırıq. Mağara oradadır. Görsək, mağaradan gəldik Qız Qalasına. Dağçı olub getmiş. O dağdan bu dağa. O dağdan bu dağa. Allah'ın bütün dağları gəzmişik. 2 gün ərzində. Dəniz səviyyəsindən. Bilinmir nə qədər. Dağın düz təpəsi. Allah'ın dolusu. Pis olub getdi. Çox yüksəkdə. Qız Qalasının ucundayam. Yəni və bizə də bir şey Leysandır və bu günəş. Siz ki bu, Söylesene ben kalkmışım. bu zirvəyə mənə kömək ediblər. Xeyr. Öz zəhmətimlə, öz ayaqqabılar da ayağımdan yekə.
Bura bax, lıq edir. Mən bunlara tək qalxmışam. Əlindən tutub qalxmaq hasad məsələ. Əsas öz iradənlə qalxmaqdır. Evet, bu hal-hazırda bax. Fərdə xanım. Çox möhtəşəm. Çox. Və proqnoz. Yağış göstərirdi. Düz buludlar var. Amma mən burada olduğum üçün güneşi dağıtmışam. Yar görməsə rəngi saralar. Yar görməsə rəngi saralar. Gel güzelim, gel vuralım. Gel güzelim, gel vuralım. Gel mənimdir. Gel beni senindir. Ömrüm ne güzel. Deməli biz hal-hazırda bura gələndə bura duman idi və biz burada oturandan sonra duman kəndin üzərindən çəkilir. Yəni bizim enerjimizdir. Əsas pozitiv. Ora kiminsə sahəsidir. Başını belə qucaqlayan olmamışdı. Çox çətin yollar getdik, gəldik, hələ də düşürük. Maşını qucaqlamakda hiss olundu. Bazı yorgunluklar uykuyla geçmez. İnsan bazen saatlerce dinlense bile hala içi ağır hisseder. Çünkü beden değil, ruh yorulmuştur. Sürekli güçlü kalmaya çalışmak, her şeyi içinde taşımak, kimseye belli etmeden savaşmak, kalbi sessizce tüketir. Tasavvuf ehli der ki, ruh dünyayı fazla omuzladığında yorulur. Çünkü insan her şeyi kontrol etmeye çalıştıkça huzurunu kaybeder. Herkesi mutlu etmeye çalışır. Her şeye yetişmeye uğraşır. Ama kendini ihmal eder. Kalp ise dünya yüküyle değil, Hal-hazırda çoban menüdə aşbazlıq edirik. Bəs çığırtmahanı? O sabahları eləyəcək Fərdə xanım. Menümüz o sabah daxildir, səhər tezdən. Hal-hazırda axşamçı səskə bişirik. Belə. Bir dənə sosiska ilə qarın doldurmaq olar. Nə olar? Bir dənə sosiska ilə qarın doldurmaq olar. Sağ ol. Allah var eləsin. Bunu da götürürüm. Sağ ol. Pendir çəkərin əməlli başda haminin əlindən. Ona göre ki ben aktarda. Nigar xanım belə elədi. Hələ burada mənim çayım var. Spetsayla. Nigar. Hə? Görüşərik.